10-cu günün duası. Məni bu ayda sənə təvəkkül edənlərdən, sənin yanında kama çatan və uğur əldə edənlərdən, sənin dərgahına yaxın olanlardan et. İhsanına xatir, ey axtaranların hədəfi. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrəhli sadri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Allahümmə cealni fihi minəl mutavəkkilinə aleyk və cealni fihi minəl faizinə lədeyk və cealni fihi minəl muqarrabinə ileykə bi ihsanikə ya gayətət talibin. Amin. Ya Rəbbəl aləmin. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm, bizi izləyən tamaşaçılara. Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, bu rəhmət, bərəkət, məğfirətlə dolu olan mübarək Ramazan ayında bizə ömrümüzdən möhlət verərək Rəbbimiz üçün, özü üçün namaz qılmağı, dua etməyi, oruç tutmağı və Qur'an oxumağı nəsib etmiş. Və ömürdən möhlət verərək təkrar sizinlə qarşılaşma şansı yaratmış. Həmd olsun sənə, ey aləmlərin Rəbbi olan, yenilməz qüvvət, qüdrət sahibi olan Allahım. Əziz tamaşaçılar, bildiyiniz kimi mübarək Ramazan ayının gündəlik dualarının şərhi və izahı haqda danışırıq. İlk öncə günün duasının qısa mənasına diqqət yetirək. Bugün artıq mübarək Ramazan ayının ilk 10 günündə, yəni 10-cu günündəyik və 10-cu günün duası belədir. Allahümmə cealni fihi minəl mutavəkkilinə aleyk. Ey mənim Allahım, bugün məni sənə təvəkkül edən bəndələrdən qərar ver. Məni sənə təvəkkül edən bəndələrinin cərgəsində yerləşdir. Və cealni fihi minəl faizinə lədeyk. Ey mənim Allahım, bugün məni sənin huzurunda salih iş görən, salih əməl sahibi olan bəndələrin sırasında yerləşdir. Və cealni fihi minəl muqarrabinə ileykə. Və məni öz ehsanına xatir, ən yaxın olan, sənə müqərrəb olan bəndələrinin cərgəsində qərar ver. Ey istəyənlərin, arzu edənlərin son istəyi, arzusu olan Allah. Bəli, əziz tamaşaçılarımız, biz 10-cu günün duasında çox möhtəşəm bir duala günümüzə başlıq edirik və təvəkkül mövzusu İslamda ən önəmli mövzulardan biridir. Uca Rəbbimiz Quran-ı Kərimdə mübarək Maidə surəsinin 23-cü ayəsində buyurur və aləllahi fətəvəkkəlu in kuntum mu'minin. Əgər siz müminsinizsə Allaha təvəkkül edin, Allaha bütün işlərinizi həvalə edin deyə. Baxın, Allah mütləq qüdrət sahibidir. Allah ruzi verəndir. Allah günahları bağışlayandır. Allah o varlıqdır ki, mərhəmət sahibidir. Tövbələri qəbul edəndir. Biz ona möhtacıq. O ehtiyacsızdır. Biz insanlar fəqirik. O qənidir. Bunların hamısını nəzərə alaraq biz bütün işlərimizi görüb sonda Allaha həvalə etməliyik. Bəzən əziz tamaşaçılarımız, inanın siz də həyatda əminəm ki, bu şeylərlə qarşılaşmısınız. İnsan bəzən güvəndiyi ilə, çox istədiyi ilə sınaqda, imtahanda olur. Mən buradan Həzrəti Yusuf əleyhissalamın hadisəsindən bir qısa parça, fraqment danışmaq istəyərdim. Oxumusunuz, bəlkə də bir çoxlarınız Həzrəti Yusufun kinosuna, filminə də baxmısınız. Quran-ı Kərimdə
Uca Rəbbimiz Həzrət Yusuf əleyhissalamın qissəsini, hadisəsini Əhsənül Qasas adlandırır. Yəni, keçmiş ümmətlər arasında baş verilən hekayələrin, hadisələrin içərisində ən maraqlısı, ən gözəli, ən dolğunu adlandırır. Orada belə bir fraqment keçir, tarixi bir hadisədir. Bildiyimiz kimi Həzrət Yusuf əleyhissalam 12 qardaş olublar və ataları ən çox Həzrət Yusuf əleyhissalamı istəyərmiş və atanın bu çox istəməsi Həzrət Yaqub Peyğəmbər Həzrət Yusufu çox istədiyindən qardaşları arasında qısqanclıq yaranır. Buradan bir şeyi not götürmək, mesaj almaq lazımdır ki, valideynlər gərək övladları arasında sevgidə ayrı-seçkilik etməsin. Ola bilər hansısa övladı daha çox onun qəlbinə yatmış olsun, amma onu biruzə verməməli. Çünki biruzə verməsi digər övladların həmin övlada qarşı qısqanclıq hadisələrinin yaranmasına zəmin yaradır, şərait yaradır və bir də digər övladlar arasında ata-valideyn sevgisində psixoloji travma yaranır. Artıq o zədə alır, zədələnir. Böyüdükcə o travma, zədə də böyüməyə başlayır. Və böyüdükdə elə uşaqkən atamız onu bizdən ayırardı, valideynlərimiz ona daha çox diqqət, qayğı göstərərdi deyə fikirlər formalaşır psixoloji baxımdan, subşuur olaraq. Orada belə bir maraqlı hadisə var. Həzrəti Yusuf əleyhissalam qardaşları ilə gedirlər. Onlar oynayarkən apardıqları mətanın, yeməyin, içməyin, azuqənin, veşin yanında Həzrət Yusuf əleyhissalamı qoyurlar və Həzrət Yusuf əleyhissalam baxır qardaşlarına, deyir Allahım, mənim bu qədər qardaşlarım varkən kim mənə nə edər? Amma əziz tamaşaçılar, zaman keçir, o güvəndiyi qardaşlarının əli ilə Həzrət Yusuf əleyhissalam quyuya atılır. Və quyuya atıldıqda həmin söz yadına düşür ki, Allahım, mən bir gün qardaşlarıma güvəndim, amma qardaşlarım mənim sınağım, imtahanıma çevrildi. Və onu quyuya atdıqda Həzrət Yusuf əleyhissalam kövrəldikdə qardaşları biz səni quyuya atırıq, tək qalacaqsanmı deyə kədərlənirsən, cavab verir, xeyr. Bir zaman siz oynayarkən sizə baxıb, arxalanıb, mənim bu qədər qardaşlarım var deyə, mənə kim nə edər deyə söylədiyim halda, bugün elə o istəkli qardaşlarımın əli ilə mən quyuya atılıram deyə söyləyir. Məhz günümüzün duasında da uca Rəbbimizdən istək belə bir duadır ki, Allahümmə cealni fihi minəl mutavəkkilinə aleyk. Allahım, bugün məni sənə təvəkkül edən, bütün işlərini sənə həvalə edən bəndələrinin cərgəsində, sırasında yer almağı mənə nəsib etkinən. Və cealni fihi minəl faizinə ileyk. Allahım, bugün məni sənin huzurunda salih işləri görən bəndələrindən. Baxın, İnsan salih əməl sahibi olsa da yaşayır, olmasa da. O əməli etsə də yaşayır, etməsə də. Amma bir gün, o günün hansı gün olduğunu bilməsək də, mütləq şəkildə bir gün baş verəcəyini bildiyimiz halda bəzilərimiz yenə də ölüm öncəki işlərimizi, vəzifələrimizi tam dürüst yerinə yetirmirik. Və duanın davamında buyurur və cealni fihi minəl muqarrabinə ileykə bi ihsanik ya gayətət talibin. Ey istəyənlərin son istəyi, məni öz ehsanınla yaxın olan bəndələrindən qərar ver. O dostlar ki, o insanlar ki, sənin həqiqi dostundur, məni onlarla dost olanlardan qərar ver deyə Allahımızdan diləyirik. Allahım, bu etdiyimiz duaları, xüsusilə 10-cu günün duasında ki, Allahım, məni sənə təvəkkül edən bəndələrindən və salih iş görənlərdən və sənin dostlarınla dost olanlardan qərar ver deyə dua edirik. Amin. Allahım, etdiyimiz duaları, tutduğumuz orucları
qıldığımız namazları, Quran-ı Kərimdən oxuduğumuz surə və ayələri bizdən ali dərəcədə qəbul etkinən. Amin. Ya Rəbbəl aləmin.